özümü təqsirli bilmirəm. Talış tarixinin tədqiqatçısı İqbal Əbulova 18 il həbs cəzası verilib. Mayın 20-sində Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu barədə qərar çıxarıb. Dövlətə xəyanətdə günahlandırılan gənc alim ittihamları qəbul etmir və həbsini elmi fəaliyyəti ilə əlaqələndirir. Stat: Heç bir insan öz cinsiyyətinə, milliyyətinə, dilinə, dininə, məhzəbinə görə hüquqlarına məhrum edilə bilməz. Statın sonu. İqbal Əbulovun vəkili Fariz Namazlı hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib. İqbal Əbulov son sözünə çıxış elədi və son sözündə də o bir daha bildirdi ki, ona qarşı irəlilədiyimiz ittihamları qəbul etmir və verilmiş ittihamlar saxtadır, hər hansı bir sübuta söykənmir. Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının həmtəsisçisi olan İqbal Əbulov ötən ilin iyulunda saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönəlik hərəkətlərdə ittiham olunur.